Salam dostlar, xoş gördük. Növbəti möcüzəmiz baş verir. Hamının tanıdığı bu qolbaq. Və bu qolbaq biz əsasən başağrıda, təzyiqdə, miqren xəstələrində istifadə edilir. Bilirsiniz nə baş verdi? Nazilə xanım qoy özü danışsın nə baş verib. Bu qolbaq bu xanım təzyiq üçün almışdı. Amma ki, davamı siz deyin, nə baş verdi? Təzyiq üçün almışdım. Şəkərim də 400, 450, 500 idi. İndi bunu tıxandan sonra düşüb 150. Halbuki əvvəllər insülin Yox, düşmür. Hə, insülin vurmurdum, dərmanlar. dərman qəbul edirdi. Hal-hazırda şəkəri İçinə bir həftədir dərman da içmirəm. Maşallah. Şəkəri də düşüb. nizamladı. Şəkəri nizamlayan qolbağımızla tanış olun. Bir də ki, Röşən boynumun arxasında ağrılar var idi. Onlar da tanıyordum. Osteoxondrozun belə sağaldı, bir effekt verir. Axşam yatanda ayaqlarım gizildiyirdi. İndi onlar da yoxdur. Enerjinin merdən terapiya edib, enerji nizamlayır. Uğurlar. İndi bunun üçün kimin üçün aparırsınız? Tanış adamlar ölsün. Rəfiqələr artıq istəyir ki, mən də. Buyurun, xeyirli olsun. Çox Götürün. sağ olun. Uğurlar. Allah.